Azərbaycanda 2021-2025-ci illər üzrə postpandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai əşi fəaliyyəti sayəsində istehsal olunmuş ümumdaxil məhsulun dəyəri hər il orta hesabla 24,5% artaraq 3,6 milyard manata çatıb. Bu göstərici pandemiyadan əvvəlki dövrlə müqayisədə 23,2% çoxdur. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisdə keçirilən Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda ictimai dinləmədə bildirib və onun sözlərinə görə 2025-ci ildə turizm sayəsində yaradılan ümumi əlavə dəyər 6,9 milyard manat təşkil edib və sektorun iqtisadiyyatda payı ilk dəfə 5,3% yüksəlib. Həmçinin postpandemiya dövründə bu sahədə 58 min yeni muzlu iş yeri açılıb. 2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adam başına turizm hərcləmələri də 74% artmışdır. Nəticədə gəlmə turizmi tam bərpa olunmasa da bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 9,6% çoxdur.